Herkese salam. Bugün toplumun ikinci hissəsindəki 2023-cü il topludan söhbət gedir. 32-ci sual bax. Səfərlər 18-ci əsr Nadir Şah Əfşar. Yəni onun haqqındakı suallardandır. 32-ci sualda nə deyir? Deyir 18-ci əsrin 20-ci illərində bağlanmış İstanbul müqəddəsinin şərtlərinə aiddir. Buradakı İstanbul müqəddəsi təbii ki, hamıya aydın olduğu kimi 1724 İstanbul müqaviləsindən söhbət gedir. Araz sayı sərid olmaqla Azərbaycan ərazisi Rusiya və Osmanlı arasında bölüşdürüldü. Xeyr. Burada necə olmalı idi? Azərbaycan torpaqlarının hamısını Osmanlılar götürür. Yalnız Xəzəryanı bölgələri isə Rusiya götürür. Osmanlı dövləti bütün Azərbaycan ərazisinin Rusiyaya keçməsinə razılıq verdi. Xeyr, səhvdir. Bu əksli olmalı, yəni dövlətlərin geri. Azərbaycan Kürddən cənubda yerləşən Xəzərin əyalətləri Səfəvərlərə qaytardı. Bu səhvdir. Bu aid olacaq 1732 yanvarın 21-dəki Rəşk müqaviləsinə. Xəzəryanı bölgənin Rusiyaya güzəşt edilməsini təsdiqlənirdi. Rusiya Səfəvi şahına Əfqanlar müharibəyə yardım edəcəyini ordu göndərdi. Xeyr, bu səhvdir. Burada doğru cavab budur ki, Xəzəryanı bölgənin Rusiyaya güzəşt edilməsi təsdiqləndi.